Tətbiqi vətəndaşların rifahına əsaslanan sosial siyasətin prioritet istiqamətlərindəndir. Bu sistem səhiyyə xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, maliyyə təhlükəsizliyi də yaradır. Günümüzdə insanların əksəriyyəti icbari tibbi sığorta mövzusunda demək olar ki, məlumatsızdır. Bəziləri isə sığortadan necə yararlanacağını bilmir. İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan əhalinin sosial müdafiəsi forması olaraq icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsini təmin edən dövlətin siyasi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən tam şəkildə pulsuz yararlana bilərlər. Heç bir yerdə işləməyən, təqaüd alan, gəlir mənbəyi olmayan vətəndaşlar isə sığorta haqqından azaddır. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni xidmətlər zərfinə əsasən 2550 sayda olan tibbi xidmətlərin sayı artırılaraq 3315-ə çatdırılmışdır. Bura bir sıra həyati dəyəri yüksək olan əməliyyatlar, böyrək, qaraciyər transplantasiyası, o cümlədən ilik transplantasiyası daxil edilmişdir. Bura ilkin tibbi sanitariya yardım, təcili və təkrarsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulatoriya yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya, stasionar cərrahi və stasionar terapevtik xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Qeyd edək ki, kosmetik prosedurlar, plastik cərrahi əməliyyatlar, stomatoloji xidmətlər, süni mayalanma kimi tibbi xidmətlər isə icbari tibbi sığorta çərçivəsində təminata alınmır. Əhalinin tibbi xidmətlərə daha geniş şəkildə çıxışını təmin etmək, səhiyyə infrastrukturunun gücləndirilməsi və daha keyfiyyətli səhiyyə xidmətləri göstərmək məqsədi ilə bu il fondun xərcləri 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib. Bu da vətəndaşlara daha yüksək keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmasına imkan verəcək. Samiq Nuriyev, Cəmil Məhərrəmov, NTV Xəbər.